Nə qədər ata-ananız sağdır ki, itirənlər təəssüf getiriblər. Təəssüf baxımdan ki, savab əldən çıxıb, yoxsa Allahın təqdirinə təəssüf demirik. Nə qədər ata-ananız sağdırsa qədrini bilin, orada əldə etdiyinizi heç yerdə əldə edə bilməzsiniz. Gedib doğrudan da bizdə indi adət olmayıb, başqa xalqlarda var, atanın əlindən öpəsən. Nə bilim mən, nə qədər bacarırsan xidmət göstərəsən, heç nə ilə ölçülmür. Deyirdi, günahlarım çoxdur, gəldi Peyğəmbərə dedi, necə bağışlanım, buyurdu, get anava xidmət elə. Dedi, anam rəhmətə gedib, dedi, xalım var, dedi, bəli, dedi, get ona xidmət elə. O gedəndə baxdı təəssüflə Peyğəmbər buyurdu ki, kaş anası sağ olaydı. Yəni, anaya, ataya xidmət çox mühüm məsələdir. Ailədə bax, bu qədər mənəvi tərəqqi var. Heç bir çətinliyi də yoxdur, asandır. Həyat yoldaşı onsuz da bir-birindən danışa bilir. Niyyəti Allaha xatır olsun, 5-10 dəqiqə danışsın, etikafdan üstündür. Məhrəm olan qadınları sevindirmək Allah ən uca dərəcə verir.